Xoş gördük hər kəsi. Deməli, bugünkü dərsimizdə nə haqqında danışırıq? Mollapənah Vaqif haqqında danışmırıq, təbii ki. Səməd Vurğunun Vaqif piyesi haqqında danışırıq. Hə, arxada Mollapənahın şəkli olsa nə qəşəng kişidir, hə? Hə, deməli, nə edirik? Səməd Vurğunun Vaqif piyesini bugün tamamla birlikdə təhlil edirik. Tamam abituriyentdir, düz 3 ildir mənim həyatıma çöküb. Hələ 10-cu sinifdir, qarşıda da bizim hələ bir ilimiz var, özü olimpiyadalara hazırlaşır filan. Wunderkindimizdir. Təzəlik onu bağışlamışam, çox böyük bir... Nəsə demirəm. Belə, başlayaq. Hazırsan, uğurlar. İlk növbədə bir əsər haqqında bizə danış görüm. Aha, deməli müəllim Vaqif Səməd Vurğunun 1736-cı ildə yazdığı 37 olar. 37-ci ildə yazdığı həyecanla. Yazıqda başladıq, hə. Həyecanlandı müəllim. Hə. Həyəcanla. Deməli, əsər dramatik növdə dram janrında yazılmışdır, heca vəznindədir və dili olduqca aydın, axıcıdır. Yəni, hər kəs ən az Vaqifi bir dəfə oxuyandan sonra onun ağlında mütləq bir cümlə, yəni bir şey qalır Vaqifdən. Bəli, dili olduqca sadədir, çünki Səməd Vurğun estetikası burada o saat görünür və o, belə deyək də, yaşlı nəsil nümayəndələrindən soruşsanız, mütləq oradan hansısa bir məşhur misranı bilir. Hələ o şair baş əymədin, bəli, əyilməz vicdanın böyük heykəli. Bəli. İndi o vicdanlar çox gözəl şəkildə əyilir. Aha, deməli belə, başlayaq. İlk növbədə əsər haqqında danışdıq, keçək Vaqif xarakterinə. Yəni, bu əsərdəki Vaqif necə bir xarakterə malikdir? Mən deməli, əsərdə konflikt qütblər var. Vaqif İbrahim xan, Vaqif Qacar, bir də Qacarla İbrahim xan. Bunların üçünü də ayrılıqda bir-birini heç sevmirlər. Bunların hər birinin konfliktinin də ayrı-ayrı səbəbləri var. Birinci, Vaqiflə İbrahim xan konfliktinin səbəbi odur ki, o daha çox belə kəndlilərə görədir. Yəni, Qarabağa, kəndlilərin halına, əhvalına görə. Çünki İbrahim xan əzazili idi, yəni onlar düşünmürdü. Amma Vaqif əsərdə elə bizə göstərir ki, Səməd Vurğun onu elə incə işlərlə yazıb ki, Vaqif mələkdir. Yəni, rəyyətin yanındadır, kəndlinin yanındadır. Biz ona Vidadi ilə, Eldarla olan söhbətinə görə bilirik. Biz Vaqiflə İbrahim xan arasındakı problem olmasını ilk olaraq harada duyuruq? Vidadi ilə söhbətində duyuruq. Aha, kimdir bu Vidadi? Vidadi Vaqifin şair dostudur. Biz onu əvvəldə görürük ki, o bir ağacın altında namaz qılır, sonra yoldaşı Tükəzbanla söhbət eləyir. Bu zaman zəmanədən onun narahatlığı hiss olunur. Daha sonra onun Vaqifə olan, belə deyim, özləmi də duyulur orada bir növ. Sonra bura Cavad xanın elçiləri gəlirlər ki, səni Cavad xan... Bu elçiləri ilk olaraq Vaqif nəzərən eləyir? Vidadi nəzərən eləyir? Vaqif gəldi, elə bilir. Vaqifdən xəbər var zənnidir. Bu, Vidadi ilə Vaqifin birinci fərqidir ki, Vidadi sarayda yaşamır, yəni ancaq Vaqif isə Qarabağ, Şuşa qalasında yaşayır. Yəni, saraydadır, amma Vidadi isə deyil də. Kim haqlıdır? Necə? Hansı biri haqlıdır? Əslində Vidadi. Mən deyərdim ki, ikisi haqlıdır, Vaqif də haqlıdır. Vaqifin sarayda yaşama səbəbləri var. Vaqifin sarayda yaşamasının səbəbini daha sonra Vaqif gəlində biz öyrənirik ki, deyir ki, mən orada olmasam, İbrahim xan daha da, belə deyim, qan dizə çıxar deyir. Yəni, daha da o əzazilləşərdə xalqa daha çox zülm eləyər. Bundan başqa onların dini görüşlərində fərqliliklər var idi. Hansı ki, Vidadi orada deyir ki, bizə qalacaq yalnız axirət dünyası. O da deyir ki, cənnət, cəhənnəm hamısı bir pərdədir, elə bir şeylər yoxdur. Oralara çox girməyə sonra bizim kanalımızın altında nəsə, demək, oxu götürək Vaqifin üstündən. Demək, davam edək. Bu elçilər niyə gəlmişdi? Elçilər gəlmişdi ki, Vidadini dəvət eləsinlər Cavad xanın vəziri olmağa, ancaq Vidadi bundan razılaşmır. Bəs o elçilərin isteriyası nə idi? İkrahına, amma hansı gələndə əvvəl hörmət izzətinə gəlir? Orada Vidadi deyir ki, bura mənim elimdir, öz obamdır. Bunlar da deyir ki, saray həyatını qoyub, niyə bir insan burada yaşayar da? O da bir növ ona üstdən aşağı baxırlar. Sonra nəyə lağ edirlər? Vidadi nə ilə lağ edirlər gedəndə? Vidadini nə ilə lağ edirlər? Vidadi deyir ki, əsas ürək geniş olsun. Necə? Daxmasına, komacığına. Deyir ki, daxmanız çox dardır. Çox dardır. Hə, deyir ki, gəlin qonağımız olun. O da deyir ki, sizə dardıq elərdi, komamız çox dardır. Əla, Vaqifin gəlişi. Aha, deməli, Vaqif gəlir. Vaqif gələndən sonra onları danışırlar bu əvvəl dediyim məsələlərdən. Sonra Əli bəyin toyuna dəvət eləyir onları. Bu vaxt Tükəzban da, Vidadi də çox sevinir. Hətta daha sonra Tükəzban gətirir, onlara sazları verir. Onlar durnalara şeir oxuyurlar. Bundan sonra Əli bəyin toyuna dəvət eləyir Vaqif onları. Yaxşı. Deməli, buradan danışdıq, keçdik indi Əli bəyin toyuna. Hansı ki, hadisələrin
o zavyaskası, problemlərin başlanması, artıq o konfliktin alovlanması, hə? Deməli, Əli bəyin toyudur. Birinci İbrahim xan orada segah oxutdurur. Ondan sonra Vaqifi çağırır ki, bəs Vaqifi çağırın gərək, bəy öz toyunda oynasın gərək. Sonra Vaqif gəlir, bu deyir ki, hər şey yaxşı, yəni davam eləsin. Yəni nə qədər ki mən varam, hər şey yaxşı davam eləyəcək. Vaqif də bir növ burada şikayətlənir. Deyir ki, yəni bu şey belə davam etsə olar. O da deyir, sən niyə şikayətlənirsən? Sonra gəlir bura Eldar. Eldar da ki, bir kəndlidir, oradakı qaçaqların dəstəsidir, yəni dəstəsinin başçısıdır. Deməli, Eldar gələndə İbrahim xana xüsusi salam vermir. Deyir ki, möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. İbrahim xanın çestinə deyir. Bəli. İbrahim xan da yanındakı şeyxə deyir ki, bəs saymır bu hərif bizi, görünür dadmamış qüvvətimizi. Bundan da Şeyx Eldar necə təqdim edir? Şeyx deyir ki, bir bax, baxışı qandır, kəndə qarışıqlıq salanlardandır. Şeyx də burada laf da aranı vurur. Vaqif amma burada Eldarı tərəfində durur da, yəni İbrahim xana qarşı. Deyir ki, bir kəndli babadır, vicdanı təmiz, yəni də gözəl nağıllar oxuyar, söyləyər. Bu da deyir ki, bəs hər yoldan keçəni başa çıxardaq. Niyə Eldarın cavabı nədir? Eldar orada deyir ki, əgər biz olmasaydıq, sizi bu qədər qudurtmazdı Simuzər. Yəni kəndlilər sizi qudurdu. Vaqif fikirləşir ki, Eldarın bu cür danışmasının arxasında nə dayanır? Necə? Vaqif düşünür ki, Eldarın bu gücünün, qüvvəsinin belə danışması. Kəndistan yeridir. Kəndistan dil verən, bəli. İbrahim xan Vaqifi qınır ki, sən ona dil verirsən, ona deyir ki, yox, ona dil ver, elə Kəndistan yeridir. Kəndistan. Ondan sonra 11 gəlir. Yox, hə. Əlbəttə ki, buna qərar verirlər ki, Eldarı həbsə atsınlar və göndərsinlər. Bundan sonra Əli bəy gəlib deyir. Bu vaxt Vidadi gəlir. Vidadi ilə Vaqif danışanda Vaqif deyir ki, durnalardan öz əhvalını soruşur. Burada? Yox, sonra soruşur. Toyda? Toyda soruşur. Toydayıq? Hə, hələ toydayıq. Toyda nə durna? Mən keçdim, mənim ora. Hə, Vidadi gəlir, Vidadi ilə onların söhbət. Vidadi Vaqifə orada nəyi təklif eləyir? Deyir ki, mən gedəcəyəm, gəlsən mən də Qayıt kəndinə. Qayıt kəndinə. Vaqif də bunu qəbul eləmir ancaq. Yaxşı. Deməli, Eldarı həbs elədilər və sair və ilaxır. Gəldik Xuraman epizoduna. Aha. Deməli, Xuramanın burada monoloqu var ki, bunu Vaqif eşitmir. Öz-özünə danışır ki, bir el ağası idi əvvəlki ərim, öz evim, öz qapım, öz nökərlərim. Deyir ki, rəhmətli gündə bir məclis qurardı. Yəni, əvvəlki ərindən danışır. Oradakı həyat üçün darıxır. Bəli, onun üçün darıxır. Sonra keçir Vaqifə artıq. Deyir ki, bunda gətirdilər, deyirlər ki, bir vəzirdir. Amma deyir ki, bəzən belə bulan elə bir şey deyirdi ki, yəni də bəzən əhval dəyişər. Deyir ki, qanacağından razıyam. Qanacağından razıyam, amma var dövləti filan yoxdur. Bəli. Vaqif Xuramandakı bu xarakterin fərqindədir yəqin ki. Aha, bəli. Deyir ki, onu başqa mühitdə böyütmüşdür zaman. Çox belə şan, şöhrət və həvəskarıdır. Bəs onun belə deyək də, Xuraman narahat edən nədir? Xuraman narahat edən Vaqifin bu şana, şöhrətə, pula, paraya heç bir istəyi olmamasıdır. Necə? Bir də Hə, bir də ki, deyir ki, o gələn... Bir də gəlib deyir ki, bəs İbrahim xan küsüb getdi. Yəni deyir ki, səni atsalar, biz necə dolanarıq dilənçilər tək? Vaqif də deyir ki, mənim bu saraylarda gözüm yoxdur, deyir, kaş bu saraylara düşməyəydim. Bitkə çörək bizə qəhət olmaz deyir. Bəli. Bəs bu Xuramanı yoldan çıxarmaq ideyası necə formalaşdı? Deməli, müəllim, orada əvvəlcə birinci Qacar yox, İbrahim xanla burada şeyx gəlir, danışır. Əsərin orijinalından danışıram, hələ hissədən danışmıram. Deməli, orada danışanda daha sonra Təlxək orada onu oyadır. Deyir ki, bəs Qacar sənin üstünə hücuma keçəcək də, nə edirsən də, sən yatırsan, durmalısan. O da deyir ki, bir tərəfdən İran, nə bilim, Rusiya, Türkiyədə hər tərəfdə baskı eləyirlər. Biz nə etməliyik? Bu zaman şeyxi çağırırlar. Şeyx də gəlir. İbrahim xan, bax bu baskının fonunda deyir Türkiyə bir tərəfdən, İran bir tərəfdən, Rusiya. Narahatlığı nədir? Özü üçün narahatdır. Heç kim üçün narahat deyil. Bir də biz hansı hökmdar haqqında dedik ki, onu xalqın taleyi maraqlandırır, ancaq öz taxt-tacı maraqlandırır.
Yox ya, o haqqında biz öyle demirik axı. Hələ 22 yaşı var belə deyir. Şah Abbas. Aldınmış Şəvakibdə Şah Abbas. Bəli. Daha sonra burada Vaqifi çağırırlar ki, bəs sən Qacara məktub yazacaqdın. Deyir ki, Vaqifin də yazdığı məktubda bütün Qacarı iynəlirdi, yəni ona yaxşı bir şey demirdi. Sonra burada vergilərdən danışırlar. Deyirlər ki, bəs Vaqif deyir ki, vergilər çoxdur, xalq yaxşı deyil. O da deyir ki, bəs azaltsaq nə olar? Deyir, bundan sonra azaltsan nə olacaq da? İbrahim xan niyə xalqın gözünün açılmasını istəmir? Çünki xalqın gözü açılsa, orada da Vaqif deyir ki, o sürü, yəni o kütlə onları məhv eləyər. Bəli, boğacaq. İbrahim xan onları kütlə kimi qəbul edir ki, savadsız qalsınlar da. O da deyir ki, ona unutmayın ki, bir gün o kütlə coşanda səni boğacaq. Bəli, şeyxdə. Və görürlər ki, Vaqiflə alınmış, şeyx təklif edir ki... Şeyx təklif edir ki, gəlin Xuramanı İbrahim xana gəlin yoldaşlar. Əla. Xuramanın yoldan çıxarılması. Aha, deməli burada qarı və şeyx gəlirlər Xuramanın yanına. Orada qarı biraz onu belə tərifləyir, deyir ki, sən xanlara layiqsən və s. və s. Orada Xuraman birinci tərəddüd eləyir. Qarı tərifləyir. Qarı tərifləyir. Aha, şeyx də gəl fitva verir ki, bəs o Allahın nə bilim yer üzündə şeydir, hamı onun bəndələridir ki, İbrahim xan filan nə bilim nə, səndən sahibi Sübhan da sənə razı qalar filan. Bəli, Xuraman dilindən axır razıyam kəlməsini alırlar. Bunda kim eşidir? Gülnar eşidir. Hə? Hə. Gəlsən bura? Hə. Bunu da Gülnar eşidir. Gülnar eşidəndən sonra gəlir bu Vidadi, Vaqif... Sinelobaya deyil. Əvvəl Xuramanın özündən hesab soruşur. Bəs bu nə hərəkətdir, utanmırsan, Eloba bizə nə deyər filan. Sonra Vaqif gələndə deyir ki, bəs belədir. O da birinci demir, ağlayır eləyir, sonra dedi. O da deyəndən sonra Əlibəy onu cəzalandırmaq istəyir, öldürmək istəyir. Vaqif də ona imkan vermir. Deyir ki, bəli, bizə öldürmək bizə yaraşmaz. Və s. və ilaxı. Belə. Keçək bu bir tərəfə. Artıq Qacar məsələsi. Bu Qacar. Bax, onun xarakteri, əsərdəki mövqeyi, xisləti. Deməli, Qacar qanişən bir obrazdır. Yəni, çox deyir ki, yəni, gözüm doymur insan qanından. Deyir ki, mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündədir xaniman. Sonra onun təkəbbürlənməsi var. Deyir ki, mən Qacar nəsliyəm, şahlar şahıyam, mən də yer üzünün bir Allahıyam. Bunu da Səsli qızdakı Məğlub şahla oxşarlaşdırmaq olar. Sonra, deməli, Qacar tərəfdən nə olur? Birinci, Qacar gəlir orada öz vəziri ilə danışanda, bəs deyir ki, mənim bir vəliəhdim yoxdur, bir övladım yoxdur ki, məndən sonra da bu işlərə götürə bilsin. Vəzir ona deyir ki, sən bütün Tiflisi yandırmısan, bütün bu gürcüləri almısan. Sən deyir, nədən narazısınız da? O da deyir ki, yəni nə olsun da bunların hamısı məndədir. Deyir ki, əgər mənim imkanım olsaydı, bəşəriyyətin də boynunu vurardım. Deyir ki, bütün bunlar mənim qılıncıma görədir. Əgər o olmasa, mən də saymazlar. Ay, sağ ol. Qacarın vətən haqqında düşüncələri nədir? Azərbaycan haqqında. Yox, vətən anlayışı haqqında. Vətən çox da deyir, tərifləmə mənə vətəni. Bəli. O da... Hardır? Necə? Çox da tərifləmə mənə vətəni. Bu qılıncı olmasa... Yeyərlər məni. Yaxşı. Belə deyək. Qacarın məclisi Vaqif. Aha, o dəyişməni deyirsiniz. Bəli, deməli birinci Qacar gəlir, deyir ki, bütün ayağımın altındadır Qarabağ, Tərlanların yuvasını dağıtdım, yandırıram. Sonra bir qoca gəlir. Qoca gəlir, deyir ki, bəs mən bu ellərin ağsaqqalıyam, bütün bunlardan biraz halıyam. Deyir ki, burada bəs uşaqlar da, balacalar, yanırlar da, deyir bunların nə təqsiri var? O da deyir ki, burada Koroğlular at oynatmışdır. Sonra Qacar da qayıdır, deyir ki, sus qoca köpək deyir ona. Deyir ki, sonra da kinayə ilə deyir ki, burada Koroğlular at oynatmışdır. O da gedəndə deyir ki, bəs Süleyman dünyası sənə də qalmaz, həqiqətən qalmır. Axırda o ifadə bir də səslənir. Əla. Bu, biz Vaqifimiz ora gəlməsini danışırdı, qocaya keçdik. Bir olan şeylərdir. Hə, onu da danışım. Məsələ o idi da elə. Yaxşı, mən başlayayım. Neyini? Uşaqdır, təzədir, yenidir, ilk dəfədir mavi ekranlar qarşısındadır filan. Hə, ilk dəfədir. Hə. Bu yerdə nə sənin videon belə çıxarır? Yox, mən. Davam edir. Yox, məsəl üçün də, yəni
ideyalarımı deyirəm, fantaziyalarımı deyirəm. Olmadı. Hə. Biz barışmışıq. Hə. Deməli müəllim burada Şeyx birinci necə ki Eldar təqdim eləmişdisə, indi Vaqifi elə təqdim eləyir ki, Qacara. Burada rast oxutdurur Qacar, sonra öyrənir ki, Vaqifindir və s. Sonra Şeyx deyir ki, Hə, burada muğam adı çəkilir də, musiqi. Bir də bax, bizim bir əsərimiz də vardı, orada musiqi adı çəkilir. Heydər Obaya salamda. Hansını Çoban adı? qaytar quzul sarı Hə, gəl. sarı gəlin, hə, tamam elə. Hə, bəli, burada Biləndə nətər özləri var, bildim. Hə, Hə, müəllim, orada gəlir Şeyx deyir ki, Vaqif haqqında, deyir ki, siz onun bir şair görünüşünə aldanmayın. Deyir ki, o bütün şəriəti yalan bilir. Deyir ki, bir də sizin o nəyə görə o şey, Vaqif haqqında belə düşünür? başda Əli bəyin toyunda yoldaşına gəlir, deyir ki, abalam üzündən götür. Əli bəyin yoldaşı. Hə, Əli bəyin hə. Əli bəyin toyunda yoldaş. Hə. Hə, deyir ki, abalam üzündən götürdü bağı. Deyir bizim analarımız da nənələrimiz başı açıq yaşamışdı. Deyir ki, kəfəndir abalam sərapərdələr. Buna görə. Hətta orada İbrahim xanın sarayında da o bu məsələdə şeyxi qınamışdı. Çünki şeyx din pərdəsi adı altında fırıldaçınla məşğuldur. Bu da belə deyir, ona sərf eləmirdi. Görünən fonda da Vaqif dinsiz kimi görünürdü və indi onun qisasını alırdı. Hətta Şeyx Vaqifin yerinə keçmək istəyirdi ki, tora saldım indi Vaqifi və elə sözlər də deyirdi. Bir də Şeyx orada deyir ki, qanun qorxusu yoxdur canında. Sonra bu dəyişmə başlayır. Deyir ki, baş əymədiniz, əymədim bəylə əyilməz vicdanın böyük heykəli. Bu dəyişmələr davam eləyir. Qanun qorxusu yoxdur o tərəfdədir, neyniyək? Hə. Buradaydı müəllim. Vaqif İbrahim xanla söhbətdir. Yox. Hə. Burada davam eləyək. Qacar Vaqifdən nə istəyir? Qacar Vaqifə deyir ki, ayaq çarxlı kiçik bir ölkə böyük firdovsilər yaratdı bəlkə. Yəni deyir ki, sən gəl fars dilində yaz. Vaqif də qəbul eləmir. Deyir ki, farsın öz qüdrətli şairləri var. Sonra az öncə dediyim sitatı gətirirlər. Deyir ki, sizin bu elə belə sandığınız bu torpaq, deyir, Nizamilər Füzulilər yetirmiş. O da deyir, Nizamilər Füzulilər yetirmiş. Dırnaqda deyir. Dırnaqda. Hə, Füzuliyə bax. Nizamiyə bax. Yaxşı. Vəzir ona deyir ki, sizin sözlərinizin kəsəri azdır. Oxuyan bülbüldür, dinləyən qazdır. Bəli. Yaxşı. Bir də orada ağılsız köpəklər. Ulduza hürər. Ulduza hürər. Bəli. Orada Bəs şeyx bu də deyir. nəyə görə Vaqif belə bir cümlə işlədir ki, soyuq məzara da zinətli insan? O da deyir ki, zindan necədir? Qaranlıq zindan. Hədələyir onu. Hə. O da deyir ki, mənim üçün heç bir fərq yoxdur. Elə deyir. Elədir. Deyir ki, soyuq məzara da zinətdir insan. Yəni insan əgər parlamağı bacarırsa, məzarda da belə parlaya bilər. Yəni məni öldürsəndə belə mən yolumdan dönən deyiləm. O məndə. Yaxşı. Sonra şeyxi uzun qulaq atlanır yedim. Hə, o qulağı şişə, nəsə rəsə lazımdır. Öl də. Sən bu biz Qacarla mənə inteqrasiya ilə əlaqələndir. Səsli qızdakı Qalib hökmdar. Aha, deməli ikisi də bu kef məclisi qurmuşdu. İşğal elədiyi yeri kef məclisi qurmuşdu. İkisinin də işğal elədiyi yerin əhalisi ona gəlib tabe olmuşdu. Ona yaltaqlananlar var idi. Var idi Şeyxlər timsalında. Şeyx xəyanətdir. Başqa kim var bu əsərdə xəyanətkar? Aha, deməli əsərdə xəyanətkarlar bir Xuraman Vaqifə xəyanət eləyir. Sonra İlyas var ki, Qacar onu göndərir ki, Qacar. İbrahim xanın adamı idi İlyas. İbrahim xan adam idi. Bəli. Hətta ona İlyas xan deyə şey edirdi ki, sənə neçə kənd verərəm filan, nə bilim nə oldu ki, mən Eldarın qılığına girərəm yavaş-yavaş. Yadıma yetişdi. İlyas gəlmişdi ki, bəs Vaqifi öldürsün, onu da Musa öldürmüşdü. Bəli. İlyas demək İran xana satılır, şeyx kimi. Bir də Qazara satılır. Bir də şeyx özü satır. Şeyx Birinci İbrahim xanın yanında olur. Birinci İbrahim xanın yanında olur, sonra gəlir deyir ki, bəs İbrahim xan qaçmışdır Dağıstana. Dağıstana qaçıb. Yaxşı. Davam eləyək. Qacarı hələ Fəxri vətən adlandırır. Vidadinin Qacarın yanına xahiş minnətə gəlməsi. Aha, deməli artıq bu dəyişmədən sonra onlar 2 dəqiqə durdu. 19. Deməli bu dəyişmədən sonra onlar artıq Vaqifi də zindan atmaq qərarına gəlirlər. Bu vaxt Vidadi gəlir. O da Vidadi deyir ki, hökmdarın qardaş olmalı elə bir şey deyir. Bir də deyir ki, nə deyir? Cəbim azam şey nə dedi? Yadımdan çıxdı. Yəni Qacara deyir ki, Allah da sevir onun da şeylərini. O da deyir ki, get Allahdan minnət umda, yəni mənə heç bir şey istəmə. Sonra Qacar ona deyir ki, ancaq kəsəcəyəm əlini, bir də həcv deyən dilini.
Hə, Vaqif də bu zaman deyir ki, qatır cinsisiniz doğub törəməz o vaxt Qacara onun övladı olmadığını bir daha vurur, nəysə. Və deyir ki, yalvarma, ocaqlarda sən, hələ baş əyməmiş, bu böyük vətən. İstəyənlər var. Aha, deməli, burada, Gürcülər epizodu var. Bu, Qacarın onlar döyüşməyə cəlb eləməsi, hələ bilənə ki, onlar qardaşdılar filan, Bəli. Deməli, birinci biz Tamaranı görürük ki, o ağlayır, yəni öz halına yanır. Sonra qapıçı gəlir, ondan danışır, eləyir. Qacar da deyir ki, görürəm sən bunun halına çox yanırsan. Nəysə, ondan sonra deyir ki, bəs görünsün gözümə qıpqırmızı ət, yəni gücləri bir-birinə vuruşturmaq üçün. Sonra öyrənir ki, Şaliko ilə kiçik Gürcü, yəni qardaşdır, deyir onda bu daha da zövq verici olacaqdı, yəni Qacara görə. Sonra qapıçı bunların, yəni Gürcü qardaşların çıxmasına kömək eləyir. Hansı ki, orduda bir qarışıqlıq düşür. Qacar bir anlıq gedir, onun imkan verir ki, qaçsınlar. Eldarın yanına sonra pənah gətirirlər. Eldarın hücuma gəlməsi. Ən son növü. Eldarın hücum çəkməsi. O Qacar, Vaqifin sifarişi demək. Deməli, bunlar artıq zindandadılar. Zindanda olanda bunlar artıq zindandadılar. Vaqif Əli bəylə görüşüb danışır və Gülnar gəlir bu vaxt. Gülnar gələndə Gülnardan Əli bəy deyir ki, bəs sən Eldara yaz da. O da Gülnara yazır. Gülnar da gətirir onu Eldara verir. Məktubu gəlir. Eldar və Qacar qarşılaşması, bax o döyüş necə olur? Eldar onsuz da Eldar əvvəlcədən gələndə Əli bəy ona demişdi ki, bizim üzümüzə güləcək Qacar. Eldar da demişdi ki, vaxt gəlir biz onun üzünə gülərik də. Sonra gəlir bu artıq da bu savaş başlayanda misli qılınc hədiyyə olunur Eldara qoca tərəfindən. Qoca ona misli qılıncı hədiyyə eləyir. Sonra Eldarla Qacar üz-üzə gələndə Qacar artıq deyir ki, mən özüm də atılmalıyam döyüşə. Bunda onlar qarşı-qarşıya gəlirlər. Sonra Qacar birinci Eldarı vurur, elə bilir ki, onun qılıncı düşdü. Amma sonra Eldar misli qılıncı çıxardır. Burada da Qacar təəccüblənir ki, nə, Koroğlu. O söz yadına düşür ki, burada Koroğlular at oynatmışdır. Burada təəccüblənir. Sonra Eldar onun qılıncını əlindən yerə salır, amma Qacarı Eldar öldürmür. Qoca gəlir öldürür bıçaqla. Qoca? Yox, qapıçı aymayın, bağışlayın. Zülfüqar öldürür və Vaqif azadlığa. Yaxşı. Həyəcanlı. Oran dedik və Vaqif azadlığa çıxdı. Biraz burada kiçik obrazlar haqqında danışaq. Məsələn, Vaqifin gəlini və oğlu nəzərdə tutduğu mövqe Əli bəy və Gülnar. Əli bəy əsasən xəbər gətirir onlara. İşi budur yəni. Əli bəyin işi budur. Birinci dəfə Eldarın həbs olunduğunu deyir. Daha sonra da Qacarın da onların üstün gəlməkdir. Xuramanı öldürmək məsələsi. Xuramanı öldürmək məsələsində ona qarşı çıxır. Təşviq eləmə məsələsi, kömək. Əminə xala da var, Əminə xala. Deməli, Əminə xala Gülnarın anasıdır. O gəlir, Vaqifin evindəki ab-havanı görür və çox sevinir. Hətta orada Gülnar deyir ki, ana görürsən qaynatan mənlə necə mehribandır. Hətta Əli bəy orada ona təklif eləyir ki, anacan gəlin bizlə yaşayın. O da heç qəbul eləmir də, deyir. Belə, nəsə, Gülnarın da burada epizodlarda mərdliklərini görürük də, o Xuramanın hərəkətinə reaksiya verməsi, aktiv mübarizəyə qalxması. Qacarın bu döyüşdə Eldara gətirib bu məktubu verməsi, sonra Əli bəyə öz qılıncını verməsi. Qacarın məktubu, nəsə? Qacarın yox, mənim. Yorğunluqdan. Belə, yeşinaşdıraq da bəsdir. Təşəkkür edirəm, yaxşı hazırlaşmışdın, əla idin. Həmişə Sükanı belə saxla, bəzi məsələlərdə də diqqətli olsan, düzələcək. Belə, əziz YouTube izləyicilərimiz, inşallah bu dəfə də bir maraqlı video oldu. Özünüzü qoruyun. Bəyənməyə, abunə olmaq. Bəyənməyə, abunə olmağı unutmayın. Tamamdır ki, bütün Sumqayıt məktəbləri, xızı məktəblərindən paylaşacağım. Belə, əgər sualınız yoxdursa, cəmaət dərsi yekunlaşdıraq. Təşəkkür edirəm, sualları yoxdur. Sağ olun. Sağ olun.